Deməli, bir qardaşımız da kokoreç yarışına gəlib. Bu gördüyünüz kokoreci 15 dəqiqə ərzində yeyə bilsə, bizdən 500 manat qazanacaq. Qardaşım, 500 manat da qoyuram bura. Adınız nə oldu? Səyyad. Hardan gəlsən Səyyən? Neftçilərdən. Buradan da nefsləri salam olsun. Uda biləcəksən səncə? İnşallah. İnşallah deyirəm. Hazırsan? 3, 2, 1, başla. Salda yukarıda kırmızı geçiyor. Aa, şu bakayım ne yapalım? Ne bakayım? Bir dakika sonra çarşı yolu zaten. Ne yapacağım şimdi? Kaçın gelmesin? On geldi aldım. Yandıran? Niye? Demək, qardaşımız məğlub oldu. Özünə güvənən varsa, mən yeyə bilərəm deyən varsa, buyursun gəlsin.